Bismillahirrahmanirrahim. Və bihi nəstəin və huvə xeyrun nasir və muin. Qədirxum bayramı astanasında Qabal elindəyik, dostlar, qardaşlar. İmam Əli əleyhissalamın aşiqləri arasındayıq. Hamınızı salamlayıram inşallah. İnşallah bu bayramımız, Qədirxum bayramımız, İmam Əli əleyhissalam vilayət bayramı inşallah siz üçün mübarək olsun. Mən istəyirəm bir dənə ayə danışam. Çox maraqlıdır. Bu ayənin 2 dənə əhvalatı var. Mən üçün də çox maraqlı gəldi. Bir dərs qəbul eləmə əhvalatıdır. Bir də imtahan vermə əhvalatıdır. Ayə Şira ayəsi ilə mərufdur. Bəqərə surəsinin 207-ci ayəsində Allah təbarəki və təala buyurur ki: "Və minən nasi men yəşri nəfsəhu ibtiğa'a mərdatillah. Vallahu raufun bil ibad." Tərcüməsi budur ki, deyir, insanların arasında minən nas, insanların bəziləri var. Ayə açıq ayə deyil, örtülü ayədir. Zamanında kimə nazil olub, ona da aiddir. Zamanından kənar hər kimdə bu ruhiyyə olsa ona da yenə aiddir. Mənası budur. Deyir ki, insanların arasında mən yəşri, satır. İnsanların arasında belə bir şəxs var ki, canını satır Allahın razılığı üçün. Hər zamanda ola bilər də beləsi insan. Amma kimə aiddir bu ayə? Kimə aiddir bu ayə? Bütün təfsirçilər deyirlər ki, bu aiddir Peyğəmbərimiz əmr alır Məkkədən Mədiniyə köçə hicrət eləyə. Həzrəti Cəbrail nazil olur. Deyir ki, ya Rəsulallah, Qureyş bütün tayfalarından, Qureyşdə neçə tayfa var idi? Və sənin öz tayfandan da bir nəfər əmsi. Bugünkü dildə desək, terror niyyətindədirlər, suiqəst niyyətindədirlər. Hər bir tayfadan bir dənə qılınc vuran cavan gələcəklər, sən yatdığın yerdə sənə zərbə, hərəsi bir zərbə vuracaqlar ki, Bəni Haşim istəsə intiqam ala adam olmasın almağa. Bəni Haşim deyəcək, mənim tayfamdan bir nəfəri öldürübsünüz, mən gərək sizdən bir nəfəri öldürəm. Əgər hər bir tayfadan bir nəfər zərbə vurubsa, gərək bütün tayfalardan Bəni Haşim neyniyə? Müharibə eləyə. Bəni Haşim də düzdür, böyük hörmətli tayfadır Məkkədə, amma o həddə deyil ki, tamam Qureyşdən qarşı-qarşı dursun. Xüsusən də Bəni Haşimdən bir nəfər var içində, birinci özündən al, kimdir? Əmsi. Allah təbarəki və təala bu cür o gecəni ifadə eləyir. İnsanların arasında eləsi var ki, canını satır Allaha. Mən yəşri nəfsəhu ibtiğa'a mərdatillah. Allahın razılığında istəyir bu. Vallahu raufun bil ibad. Yaxşı, Həzrəti Cəbrail nazil olur, Peyğəmbərə xəbər eləyir ki, Qureyş sənin suiqəsində. Peyğəmbər nə edir? Peyğəmbər Əli əleyhissalamı çağırır yanına. Bu imtahan vermədir ha. Bundan qabaqki bir dənə də əhvalat var, onu da danışacağım. Deyir ki, ya Əli, məndən bir dənə tapşırıq var, mən Allah təbarəki və təala tərəfindən ki, sən gərək Məkkiyi tərk eləyəsən. Çoxlu peyğəmbərlərə baş verib bu. Çoxlu peyğəmbərlərə baş veribdir ki, Allah təala deyib də buradan daha bir insan iman gətirən deyib, burayı tərk elə get. Belə əhvalatlar da var. Məsələn, Həzrəti Nuhun əhvalatı var. Həzrəti Yunus əleyhissalam əhvalatı var. Burada da Allah təbarəki və təala deyir ki, Məkkə tamamlandı. Tərk elə burayı. Hicrət eləməlisən Mədiniyə. Da sən risalətin davamı orada da, burada tamamlandı. Həzrəti Cəbrail də böyründə xəbər gətirir ki, bunlar gecədən planlaşdırıblar, sənin evin mühasirədədir və sakit, gecənin lap sakit vaxtı, sübhə yaxın vaxtı bunlar hücum eləməlidir sənin evinə. Əli əleyhissalamı çağırır, ya Əli, mənə əmr gəldi, mən bu Məkkiyi tərk eləməliyəm, mənim yerimdə sən qalmalısan ki, bunlar ki izləyirlər, elə bilsin ki, elə mən buradayım, yerimdəyəm. O vaxtı, o saatı mən istifadə edib Məkkiyi tərk edəcəm. Nətər tərk edəcəm? Mədinə yolu belədir, Məkkənin bu qapısından çıxacaq. O da bir dənə Peyğəmbərimizin nə idi?
siyasəti və dirayəti idi. Elə də olur. Əli əleyhissalam gəlib yerində yatanda, Peyğəmbərin yerində yatanda Əli əleyhissalam qalxır bir dənə sual edir Peyğəmbərə. Deyir, ya Rasulullah, bir dənə sualım var. Dedi, buyur. Dedi, mən ki sənin yerində yatıram, mənim canıma təhlükə varmı? Peyğəmbər dedi, əlbəttə ki var. Mənə zərbə vurmaq istəyirlər, sən də mənim yerindəsən, üzünü örtübsən, ola bilər sənə zərbə inə. İmam Əli əleyhissalam hədislərdə var ki, deyir, tarixlərdə var ki, ağladı. Peyğəmbər dedi, ya Əli, nə oldu sən ağlayırsan belə, qorxdun yəni canından? Dedi, yox, and olsun Allaha, mən qorxmadım, mən sevincimdən ağlayıram ki, mənim canımın qiymətinə sənin canın təhlükədən qutara bilər. Sevincindən ağladı. Bu imtahan vermədi. Dərs alma nə vaxt idi? Sən demə, Əli əleyhissalama bu cür tərbiyə eləyən kim olubdu? Bu, ondan bir neçə müddət qabaq, atası Əbu Talib, o hicrətdən qabaq bir dənə 13 il ki, Peyğəmbər Məkkədə qaldı, axır 1 il 2 il həddindən artıq çətin oldu, şiddətli oldu. Məkkə müşrikləri o qədər sıxdılar Məkkə möminlərə, əvvəl iman gətirənləri, indiki bugünkü gündə desək, bugünkü günün dilində desək, embargoya qoydular, mühasirəyə aldılar. Məkkə bazarında, Məkkə bazarının içində gəzirdilər, möminlərdən bir nəfər gəlib, bir dənə, məsələn, deyək, şəkər almaq istəyir, məsələn, çörək almaq, məsələn də nəsə də almaq istəyir bazarda, satın almaq istəyir, yemək üçün gəlirdilər, başını kəstirirlər, bu verdiyi pulun 10 qatını mən verəcəm, buna satma. Və o az bir müddətin içində Peyğəmbər Xədicə xanımın ki, o böyüklükdə sərvəti var idi, o sərvəti tamamilə o müddətdə verdi. Baha qiymətini alırdı, göndərirdi möminlərə. Möminlər də yığışmışlar haraya? Əbu Talib adda bir dənə dərə var idi. İnşallah Allah qismat eləsin. Məkkə ziyarətinə gedəndə qardaşlar, Məkkə ziyarətinə gedəcəksiniz, Kəbədən təqribən 700-800 bəlkə 1 kilometr fasiləsindədir, yaxındır. Piyada gedilir oraya. Əbu Talibin də qəbri oradadır. Həzrəti Xədicə xanımın da qəbri oradadır. O vaxtı dərə idi, dağların arası idi. Peyğəmbər əmr elədi, siz Məkkiyi tərk edin, gedin oraya, orada məskunlaşın. Gecə ilə mən sizə nədir adı? Ərzaq göndərəcəm. Və elə də baha qiymətini alırdı, göndərirdi. Bu qoyaq kənara, qaydaq öz ayəmizə. Peyğəmbər özü dərədə qalmadı ha. Çünki Peyğəmbər Bəni Haşimdən idi. Bəni Haşim də ən hörmətli tayfalardan idi. Zəmzəm Bəni Haşimin idi. Zaten Məkkənin bünövrəsi Zəmzənin üstündə qoyulubdu. Peyğəmbərə hörmətsizlik eləyə bilmirdilər. Niyə? Çünki bir, Bəni Haşimin böyüyü Əbu Talib oradaydı, şeyx. Bəni Haşimin, yəni Qureyşin ən hörmətli tayfalardan biri, ən hörmətli şeyxlərdən, hörmətli şeyxlərin içində ən hörmətlisi kimdir? Əbu Talibdir. Əbu Talib öz adının, sanının qiymətinə qoymazdı ki, məsələn, qardaşı oğluna kimsə də bir hörmətsizlik eləyər. Peyğəmbər qalırdı da Məkkədə. Amma möminlər hardaydılar? Həmən Əbi Talibin Şeyb yəni dərəsində. Deyirlər, hər axşam Əbu Talib Əli ilə gəlirdi Peyğəmbərin evinə, qaldırırdı. Deyir, sən qal, mən dediyim yerdə yatacaqsan. Ya Əli, sən burada yat. Peyğəmbər də İmam Əlidə soruşdu, niyə eləyirsən sən bu cür? Dedi ki, mən sənin canına, Peyğəmbər dedi, sənin canının təhlükəsinə görə eləyirəm ki, bunu. Birdən əgər əvvəldən, Əbu Talib balaca bir adam deyildi. O bir müddət sonra sui-qəsdi əvvəldən bu qarşısını almaq fikrində idi. Yəni, siyasəti var idi bu adamın. Hər gecə qaldırırdı Peyğəmbəri bir yerə göndərirdi. Sən bu dəfə bu gecə burada yat. Sonra o Peyğəmbər yerində də kimi yatışdırırdı? Öz oğlu Əliyi. Deyirlər, günlərin bir günündə Əli dedi ki, ata, niyə sən mən onun yerində yatışdırırsan da? Mənim canıma təhlükə belə gələ bilər da. Düz deyilmi? Deyir, əlbəttə ki, gələ bilər. Deyir, mən sənin oğlun deyəm. Sən mənim
öz oğlunun canının təhlükəyə getməyinə razısanmı? Dedi, bala, bu imtihan, dərs vermə anı bu andır. Dərs vermə anı bu andır. Əbu Talib atasından alıb bu dərsi. Dedi, sən də, mən də, bütün balalarım da qurban olsun kimə? Resulullah. Rəsulullaha. Ki, Əli əleyhissalam əgər bir dərsi, hədislərində var, öz rivayətlərində də, Əli əleyhissalam öz kəlamlarındadır. Beləcə və tariximizdə var, uşaq vaxtından Əli əleyhissalam atasının evində qalmadı. Bir ayrı bir əhvalatı var. Aldı əmsinin evini öz evində saxlayırdı. İmam əleyhissalam öz kəlamı deyir, elə bir gün olmadı ki, mən onun əxlaqından bir dərs almayayım. Bəli, ən böyük müəllimi kim idi? Peyğəmbər idi. Amma fədakarlıq müəllimi kim idi? Atası idi, Əbu Talib idi. Allahın rəhməti olsun ona ki, sonra hal-hazırda biz əgər araşdırsaq İslam mənbələrini, bizdə nə Əhl-i Beyt məktəbindədir ki, Əbu Talibə hörmət var. Niyə? Çünki Əbu Talib öz imanını aşkar eləmədi qardaşını müdafiə, qardaşı oğlunu müdafiə eləmək üçün. Bizim mənbələrimizdə var. Bizim mənbələrimizdə də Əhl-i Sünnət mənbəsində onlar etibarı saymırlar. Özlərini qoy özlərinə qalsın, bizim közümüzə etibarı da. Çünki Əlidən sonra, Əli əleyhissalamdan sonra gələn imamlar da hamısı da təyid ediliblər Əbu Talibin imanına. Bu əhvalat da o təyid edən əhvalatlardandır. Ki, Əbu Talib öz dilinlə deyir Əli əleyhissalama ki, sən də, mən də, bütün balalarım da fəda olsun, cümləyə bax, Rəsulullaha. Yəni, Peyğəmbərin peyğəmbərliyini bu qəbulləmişdi. Yalnız gizlin saxlayırdı ki, öz mövqesindən istifadə edib bunu qoruya bilsin. Allah köməyiniz olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah sizi var eləsin.